Xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən əsası qoyulan yeni enerji strategiyası bugün Azərbaycanın dayanıqlı inkişafının əsas sütunlarından birinə çevrilib. Uzaqgörən, strateji və milli maraqlara əsaslanan bu siyasət ölkəmizin iqtisadi müstəqilliyini təmin edib, Azərbaycanın etibarlı tərəfdaş kimi beynəlxalq mövqelərini möhkəmləndirib. Ulu öndər Heydər Əliyevin müəyyən etdiyi strateji inkişaf konsepsiyası yalnız bir dövr üçün deyil, uzun müddətli tərəqqini hədəfləyən konseptual yanaşma olub. Bu siyasət sonrakı illərdə Azərbaycan Respublikasının prezidenti cənab İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğunlaşdırılaraq müvəffəqiyyətlə davam etdirilib. Dövlət başçımızın rəhbərliyi ilə enerji sektoru ölkəmizin sosial-iqtisadi inkişafının lokomotivinə çevrilib. Məhz bu düşünülmüş siyasət nəticəsində Azərbaycan və onun milli brendi SOCAR beynəlxalq arenada tanınıb, etibarlı tərəfdaş kimi böyük nüfuz sahibinə çevrilib. Biz SOCAR olaraq ölkəmizin çoxşaxəli enerji siyasətini həyata keçirilməsinə verdiyimiz töhfəni həm böyük şərəf, həm də yüksək məsuliyyət kimi qiymətləndiririk. SOCAR bugün təkcə enerji istehsalçısı deyil, eyni zamanda innovasiya, dayanıqlılıq, beynəlxalq əməkdaşlıq, sosial məsuliyyət və sosial rifah prinsiplərini öz fəaliyyətində prioritet istiqamət kimi müəyyənləşdirən qlobal şirkətdir. Biz SOCAR olaraq bütün fəaliyyət istiqamətləri üzrə qarşımıza qoyulan hədəflərə çatmaq üçün ardıcıl və sistemli şəkildə çalışırıq. Upstream, midstream və downstream sahələrində həyata keçirilən islahatlar, rəqəmsallaşma təşəbbüsləri, insan kapitalının inkişafı, ekoloji məsuliyyət və enerji keçidi istiqamətlərində aparılan fəaliyyət bunun bariz nümunəsidir. Əminik ki, qarşıya qoyulan strateji hədəflərin icrası gələcək illərdə də SOCAR-ın beynəlxalq mövqeyini daha da möhkəmləndirəcək, ölkəmizin dayanıqlı enerji təhlükəsizliyinə və iqtisadi inkişafına mühüm töhfələr verəcəkdir.